Haydi Sumqayıt. Haydi. Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV-də AFFA 11 liqası Sumqayıt Lazio Baku görüşünü sizlərə təqdim edirik. B qrupunun ikinci dövrənin ilk turunun qarşılaşmasıdır. Meydanda isə 2015 təvəllüdlü uşaqlar mübarizə aparır. Komandaların heyətlərini isə təqdim edəcəm. Əvvəlcə görüşü idarə edən hakim Seymur İlyasov, onun start fiti ilə qarşılaşma başladı. Lazio mərkəzdən topu oyuna daxil etdi. Komandaların heyətləri belədir. İlk növbədə bizlərə qonaq komanda Lazio göstərilib. Qapıda 35 Murad Qasımov, 5 Şamil Dadaşov, 7 Timur Mirzeyev komandanın kapitanıdır. 6 Emin Əhmədov, 8 Ümid İskəndərli, 10 Hüseyin İbrahimli, 77 Muhammed Mərdanlı, baş məşqçi Nağı Əliyev, digər futbolçular 4 Əkbər Əsədov, 22 Baqi Məmmədli, 11 Matvey Kiselev, 14 Yusif Şamilov, 3 Əli Əliyev, 9 Ayaz Həsənzadə. Sumqayıtda 1 nömrə Zahid Qəmbərov, 3 Araz Rızazadə, 4 Ülvi Əlizadə, 7 Binyamin Qaziyev, 10 Vahid Cəfərzadə, 11 Aqil Əliyev, 17 Elçin Əskərli. Komandanın məşqçisi Rəşad Kərimovdur. Digər futbolçular 12 Əli Cavadov, 5 Əbülfəz, 9 Mehdi, 14 Necmi İbrahimli, 6 Ernest Trofimenko, 8 Səfər İskəndərli, 16 Uğur Hidayətov, 15 Ayxan İbrahimov, 2 Sahil İbrahimlidir. Hörmətli tamaşaçılar, qeyd edim ki, bugünkü oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Outdan Sumqayıt futbolçuları Binyamin ilə geriyə Araz divar ötürmələri yenidən Binyamin keçməyə çalışırdı, amma bu epizodda rəqibinə keçə bilmədi. Araz geriyə oynayır. Zahid Qəmbərov. Zahidlə bağlı maraqlı bir məlumatı sizin diqqətinizə çatdırmaq istərdim. FIFA turnirində sonuncu dəfə Zahid də iştirak etdi, amma nəticələri o qədər də ürək açan olmadı. Liqa mərhələsinin oyunlarında mübarizəni dayandırdı. Külzən zərbə ilə Muhammed topu oyuna daxil edəcək. İçəriyə doğru ötürmə, amma burada Lazio oyuncularından Timur keçdi rəqibinin qapı istiqamətinə zərbə indirməyə çalışırdı. Top meydana. Outdan Binyamin irəli oynayır. Vahid qapı istiqamətinə zərbə indirilir. Aqil Əliyev idi. İrəliyə doğru ötürmə, Hüseyin istiqamətinə, Hüseyin qapıya zərbə və gol! Top qapıdadır. Lazio hesabı açır. Görüşün 4-cü dəqiqəsində Murad Qasımovun gözəl ötürməsi və Hüseyin İbrahimli topu bu cür qapıdan keçirir və Laziolular oyuna qolla başlayırlar. Vurulan qolun təkrarı bizlərə bir daha təqdim olunur. Hüseyin yaxın küncə dəqiq zərbə indirir. Zahid bu topun qarşısını kəsə bilmədi. İnanırıq ki, bundan sonraki dəqiqələrdə daha maraqlı görüş izləyərik. Outdan Sumqayıt Vahid başlayacaq. Cəfərzadə Binyamin oynuyor. Timur ona qarşı oynayır. 2-7 nömrəli futbolçusunu mübarizə yeri yetirmək və Muhammed Aqilin zərbə indirməsinə imkan vermir. Muhammed Mərdanlı onu meydanın bütün nöqtələrində görə bilərik. Gün zərbəsi ilə Aqil Sumqayıtın 11 nömrəsi topu oyuna daxil edəcək. İçəriyə doğru etmək yox, zərbə vurmağa imkan tapmadılar. Out. Emin Əhmədov out atışını yeni yetirməlidir. Bugünkü havada futbol oynamaq üçün əlverişlidir. Zahid
Elçin içəriyə doğru top bütündən qayıdır. Hücum davam edəcək. Agil qarışıq bir vəziyyət var. Lazio futbolçular Binyamin qapıya zərbə və top qapıdadır və hesab bərabərləşir. Komandanın kapitanı gol vurur. Binyamin Qaziyev o Gol TV'nin iştirak ettiği oyunlarda 4. goluna imza atır. Binyamin Qaziyev komandanın kapitanı qüvvətli zərbə ilə topu qapıdan keçirdi. Binyaminlə daha bir zərbə, qapıcı Murat topu qaytar, daha bir zərbə. Qapıcı Agil'in zərbəsi idi. İkinciden başlayacaq. Agil Əliyev. Hakim bildirir ki bir qədər də geriyə Binyamin'le oynuyordu ama Ümit burada episodu okumağı bacarır. Geriye Zahid Araz'la oynuyor. Solcuna Vahid istikametine. Vahid Şamil var onun karşısında. Out. Binyamin Güncən zərbələ yerli oyunu, qapıya zərbə. Müdafiəçilər bu topun karşısını kəsir. Araz sağlı oynuyor. Ülvi Elçin Sumqayıt artıq hücumların sayını bir qədər də artırdı. Binyamin qapıya zərbə, müdafiəçilər ona zərbə indirməyə, amma o öz zərbəsini indirir. Top az fərq ilə qapının yanından keçir. Zahid Qəmbərov. Hörmətli tamaşaçılar, qeyd edim ki, bugün Gol TV'də daha bir maraqlı oyun sizlərə təqdim olunacaq. U13 liqasında Ulduz sabah qarşılaşacaq. Elçin və qapıcı Murat əla oynayır bu epizodda. Hörmətli tamaşaçılar, qeyd edim ki, U11 liqasında artıq yeni qaydadan yəqin ki xəbərdarsınız. Hər hansısa komanda 3 top fərqi ilə hesabda öndürlərsə Muhammeddən zərbə, qapıcı və ikincidən zərbə yerini itirməlidir. Hər hansısa komanda 3 top fərqi üstünlük qazanarsa bir oyuncu ucuzan komandanın heyətində oyuna daxil ola bilər. 3 top fərqli aradan qaldırana qədər. Ernest Binyamin'le oynuyor. Kapitan bu dəfə uzaqdan zərbə və top qapıdadır. Binyamin daha bir gol vurur. Kapitan 7 nömrə. Gözəl zərbə idi, gözəl gol idi. Qapıcı Murat istiqamət tapsa da bu zərbənin qarşısını kəsə bilmir. Ernest burada məhsullar ötürməyə yətdi qalır. Binyamin məsələ sevir. Uzaq məsafədən qapı istiqamətinə zərbə indirməyi. Ötən oyunlarda da bunun şahidi olmuşduq. Artıq bu mövsüm Gol TV bu iki komandanın oyununda, Sumqayıtın oyununda 3 dəfə səhv etməmsə, Lazio Bakku'nun oyununda isə 2 dəfə iştirak etmişdik. İçeri götürmə. Sahil İbrahimli, Sahil uzaqdan qapıya zərbə və fantastik bir gol vurulur. Sahil İbrahimli ötən mövsümdə buna bənzər qolla yətdə qalmışdı. Uzaq məsafədən gözəl zərbə indirir. Sahil İbrahimli uzaqdan gözəl gol vurur. Golun təkrarını bir daha izləyirik. 2 nömrəli oyuncu ona zərbə indirməyə imkan verdilər bu epizodda. Zahid Qəmbərov. Görüşdə 4 gol vurulub. Hər iki komanda yaxşı oyunla yətdə qalıb və beləliklə ilk hissə başa çatır, qısa fasiləyə ayrılır. Bir də hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Sumqayıt Lazio görüşünün ikinci hissəsi başladı. Hər iki komandaya ikinci hissədə uğurlar arzu edirik. İlk hissədə 4 gol vuruldu əvvəlcə. Lazio hesabatçısı Hüseyin İbrahimli topu qapıdan keçirir. Daha sonra Binyamin'in 2 və Salih İbrahim'in qolu ilə Sumqayıt oyunda geri dönüş yaratmağı bacarıb. Qeyd edim ki, uşaq liqalarında nəticənin önəmi yoxdur. Əsas məqsəd uşaqlara futbolun sirlərini düzgün şəkildə öyrətməkdir. Elçin solla bir rəqibinə keçdi. Elçin qapıcı yaxşı oynayır bu epizodda Murad Qasımov. Artıq neçənci dəfədir ki, Sumqayıtın gol vurmasına mane olur.
İleriye doğru ötürmə. Lazio topu aldı. Timur'dan qapıya zərbə təhlükəli alınır. Timur Mirzayev. Zahid Qəmbərov bir nömrəli qapçı. Bəlkə də U11 liqasının ən pozitiv, güləriz oyuncularından biridir. Qapçı yaxşı oynayır. Daha bir zərbə top qapıdadır. Elçinin qolu Elçin Əskərli. İkinci cəhddə topu qapıdan keçirməyi bacarır. Məlumat üçün bildirim ki, bu onun Gol TV-də 5-ci qoludur. Bünyamin uzaqdan yoxdur, amma qapçı top onsuzla meydana tərk edirdi. İkincidən zərbə ilə Sumqayıt topu oyuna daxil edəcək. Necmi İbrahimli. Sumqayıtın 14 nömrəli oyuncusu ikinci zərbəsini yerinə yetəcək. Ötən mövsümlərdə belə bir episodda Sumqayıt gol vurmuşdu və bu dəfə də ev tapşırığı ilə topu qapıdan keçirir. Sumqayıtın qolu Binyamin. Biz də Saday babanı doğum günü münasibətilə təbrik edirik. Allahdan ona uzun ömür, can sağlığı arzulayırıq. Binyamin'in möhtəşəm qolu, o artıq bugünkü oyunu 3-cü qolu vurdu. Muhammed Mərdanla cəlmə zərbəsindən topu oyuna, müdafiəçilər topu qarşı bir vəziyyət var. Qapçı Əli Cavadov topu uzaqlaşmağa çalışır. Lakin əllə oyun, bəli, yox, hakim bildirir ki, top Lazio'ların əlinə dəymişdi. Qarşı bir vəziyyət vardı. Biz qərarlaşdıra bilmədim ki, hansı oyuncu topa əli ilə toxunmuşdu. Hakim bəli qərarını verib, qapçı Əli Cavadov topu oyuna daxil edəcək. Çox təhlükəli bir vəziyyət izlədik. İləriyə doğru ötürmə. Muhammed keçdi rəqibini. Out. Cəlmə zərbəsindən Mərdanlı topu oyuna daxil edəcək. Məsafə uzaqdır qapı istiqamətinə. Təhlükəli bir zərbə indirilə bilərdi, amma epizodda zərbə alınmır. Ernest. Ötürməsi keçmir. Lazio, Timur. Sağ canaha doğru ötürmə. Uğur Hidayətov. Uğur keçdi rəqibini. Uğurdan qapıya. Yox, bu ötürmədi Ernest. Və Sumqayıt daha bir gol vurur. Hörmətli tamaşaçılar, görüş başa çatır hər iki komandaya. Gözəl oyuna görə təşəkkür edirəm, amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Lazio'da 77 nömrəli futbolçu Muhammed, Mərdanlı oyunun ulduzu isə Sumqayıt komandasının 7 nömrəli kapitanı Binyamin Qaziyevdir. Hörmətli tamaşaçılar, beləliklə Binyamin Qaziyev Gol TV-nin təşkil etdiyi FIFA 2026 turnirinə vəsqə qazanır və həmin turnir isə mart ayında keçiriləcək. Hörmətli tamaşaçılar, bizə ayrılmış vaxt burada başa çatır. Sağ olun, gələn görüşlərə dək.